Salam izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycanın iqlimi mövzusuna baxırıq. Azərbaycanın iqlimi, radiasiyası, hava kütlələrdir, küləklərdir, sonra iqlim tipləridir. Bu haqqında danışacağıq. Bildiyimiz kimi Azərbaycan mülayim və subtropik iqlim qurşaqlarında yerləşir. Respublikamız Qafqazda ən çox günəş radiasiyası alan ölkə olduğuna görə biz buna Azərbaycanı Günəşli Azərbaycanda adlandırırıq. Ölkəmizin ərazisində güneşli saatların illik miqdarı 1800-2900 saat təşkil edir. Yəni güneşli saatlar nədir? Bir il ərzində neçə saat güneş çıxır? Yəni hava güneşli olur. Onun miqdarı da orta miqdarı 1800-2900 arasında yerləşir. Güneşli saatların ən yüksək olduğu yer, baxın, en yüksek olduğumuz yer Naxçıvandır. Hani burada şkalası var. Görürsünüz. En çok yani karışın renkli olan hissələr daha çok hardadır? En çok Naxçıvanda, bir de dağların yüksek zirvelerinde güneşli saatların miqdarı çoxluq təşkil edir. Yəni güneşli saatların miqdarı deyəndə oldu haralar? Baxın, deməli Kür Arazdır. Baxın, Qobustan, Abşeron və Ceyrançöldə. Həmçində yüksək dağlıq hissələrdə müşahidə olunur güneşli saatların miqdarı. Deməli, niyə burada belədir? Baxın, məsələn, bura dağlıq hissədir. Dağlıq hissədə, bu hissələrdə radiasiyanın miqdarı çox olur. Yuxarıya doğru qalxdıqca orta dağlığa və alçaq dağlığa doğru qalxdıqca yağıntıların miqdarı artır, bulutluğun miqdarı artır. Lakin artıq bundan sonra, bu bulutlardan sonra bulutlar yaranmır. Əsasən bulutlar, yəni yağıntının miqdarı burada getdikcə azalır. Yuxarıya doğru qalxanda bulutların miqdarı azaldığına görə burada güneşli saatların miqdarı çox olur. Deməli, həm aşağıda, həm də ən yuxarı hissələrdə əsasən də deyək ki 4000 metrə yaxın hündürlükdə artıq güneş radiasiyasının miqdarı çoxluq təşkil edir. Amma ən az güneşli saatların miqdarın ən az olduğu yerlər isə yağıntının çox olan hissəsidir. Çünki bulutluluq olur. Ona görə də bu ərazilərdə az olur. Məsələn, baxın, ən çox yağıntı harda yağırdı? Lənkəran ovalığında, yəni Talış dağları tərəflərdə burada. Və Kiçik Qafqaz dağlarının ətəkləridir. Qanıqəyri çayı, Şollar düzü, Lənkəran ovalığı. Bunlar güneşli saatların miqdarının az olduğu yerlərdir. Azərbaycan Respublikasının ərazisində güneş radiasiyası da qeyri-bərabər burada paylanmışdır. Naxçıvan ərazisində güneş radiasiyasının illik miqdarı ən çoxdur. Ən az isə dedik Lənkəranda, Qanıqəyri çayda, Şollar düzündə müşahidə olunur. Həmçinin qeyd etdiyimiz kimi yüksək dağlıq hissələrdə güneş radiasiyası miqdarı da çox olmuş olur. Respublikamızda ən yüksək temperatur Orta Arazda, ən yüksək temperatur baxın burada. Naxçıvanda, Culfar rayonunun ərazisində bu barədə danışacağıq. Həmçində Küraraz ovalığında, Kürdəmir rayonunun ərazisində ən isti temperatur müşahidə olunur. Respublikamızın ərazisində ən yəni mütləq minimum temperatur Naxçıvanda -33 dərəcə. Bu da Culfar rayonunun ərazisində -33 dərəcə. Həmçinin də Respublikamızda istər illik temperatur amplitudu, istərsə də sutkalıq temperatur amplitudu Naxçıvan ərazisində müşahidə olunur. Yəni hər ikisi Culfar rayonunun ərazisində yerləşir. Bu da belə. Deməli, ən isti temperatur Orta Arazda, həmçində Kürdəmir rayonunda ən isti temperatura müşahidə olunur. Respublikamızda havanın orta illik temperaturu düzənliklərdən 14-14,5 dərəcə təşkil edir. Artıq 2000 metr yüksəliyə doğru qalxdıqca 4-5 dərəcə. Dağların yüksək hissələrində isə yəni daimi şaxtalıq ərazilər olduğuna görə 0 dərəcəyə qədər temperatur düşə bilər. Respublikamızın ərazisində güneşli saatların miqdarı dedik Naxçıvanda, Abşeronda və Kür Arazda daha çoxluq təşkil edir və burada yəni güneş harda çoxdursa bu ərazilərdə güneş elektrik stansiyaları,
Yəni baxın, heliosislər deyək buna. Heliosislər inşa olunur. Günəşdir. Günəş elektrik stansiyalarıdır. Əsasında günəşli saatların miqdarının çox olduğu yerlərdədir. Respublikamızda artıq günəş enerjisindən istifadə edilməyə başlayıb. Bu da 2012-ci ildə Sumqayıt rayon ərazisində Azgün Tex zavodu var. Orada günəş panelləri yerləşdirilir və bunun da sayəsində günəşdən enerji almaq mümkündür. İndi baxaq hava kütlələrinə. Hava kütlələri. Bildiyimiz kimi ölkəmizin bəyətə dedik, müəyyən bir hissəsi, yəni şimal hissəsi yuxarı mülayimdə, aşağılar hissəsi isə subtropik iqlimdə yerləşir. Subtropik və mülayim iqlimdə yerləşir. Lakin hava bildiyimiz kimi öz yerlərini dəyişə bilir. Yerinin dəyişməsinin səbəbi nədir? Küləklərdən. Küləklərdə bir ərazidə çox, bir ərazidə yüksək atmosfer təzyiqi, bir ərazidə alçaq atmosfer təzyiqi olanda hava yüksəkdən alçağa təzyiqə doğru hərəkət edir və bunun nəticəsində küləklər yaranır. İndi həmin bu küləklərdən onlardan danışacağıq. Azərbaycan ərazisinə ekvatorial hava kütləsindən başqa şimal yarımkürəsində yerləşən bütün iqlim hava kütlələrindən Azərbaycana daxil olur. Məsələn, birinci danışaq Arktik hava kütləsi. Birinci Arktik, yəni bu qırmızı rəngdən olanlar, deyə baxın buradan yuxarıdan gəlirlər. Baxın bunlar Arktik hava kütləsidir. Bu hava kütləsinin hər iki yarımtüpü ölkəmizdə əsasən ilin soyuq dövrlərində şimal-şərq və şimal-qərbdən daxil olur. Niyə? Baxın məsələn, ölkəmiz buradadır, buradadır. Burada Qafqaz dağları var. Əsasən də bu Qafqazı keçə bilmədiyinə görə hündür dağlardır. Əsasən şimal-şərqdən və şimal-qərb ərazisindən gələrək Azərbaycana daxil olur. Dedik nə vaxt? Qış aylarında olur. Sonra kontinental Arktik hava kütləsi var. Dediyimiz kimi Arktik hava kütləsi iki yerə bölünür. Bir Arktikdir, bir dəniz Arktikdir. Kontinental və dəniz. Kontinental odur ki, materiklərin üzərindən gələnlər. Baxın, buradan Rusiyanın bu hissələrindən gələnlərdir. Bu belə. Deməli, kontinental Şimal Buzlu Okeanın donmuş səthlərindən, yəni Şimal Buzlu Okeanın buzluq hissələrindən gəlir. Buzluq hissələrindən gəlir və Kara silikonunun təsiri ilə əmələ gəlir. Yəni Kara dənizi. Oradan Kara ansiklonunun təsiri ilə əmələ gəlir. Havanın kəskin dəyişməsinə, temperaturun azalmasına və küləyin güclənməsinə və qarın yağmasına səbəb olmuş olur. Dəniz Arktik hava kütləsi isə Şimal Buzlu Okeanın donmayan səthlərindən gəlir. Yəni suyun üzərindən gəlir. Qışda Azərbaycan ərazisinə daxil olanda küləkli, soyuq və yağıntılı hava şəraiti müşahidə olunur. Mülayim hava kütləsi, bu da özü iki hissədən ibarətdir. Baxın, bu da həmin bu yaşıl hissədir. Baxın, bu yaşıl hissədən gələnlər yenə bunlar da iki yarım tipə bölünür. Kontinental və mülayim dəniz hava kütlələrindən gələnlər. Kontinental hava kütləsi Qərbi Sibir, baxın bu tərəfdən, Qərbi Sibir, Qazaxıstan, Rusiyanın Avropa hissələrindən, baxın bu tərəfdən gəlinməsi müşahidə olunur və bu hava kütləsi Avropa üzərindən keçir, Azərbaycana daxil olur, temperatur aşağı salır, bulutluq artır, tez-tez yağıntı yağması ilə müşahidə olunur. Havanın temperaturu aşağı düşəndə yağıntı miqdarı da artmış olur. Sonra mülayim kontinental dedi, indi mülayim kontinental və indi mülayim dəniz hava kütlələrindən gəlir. Baxın, kontinentallar buradan gəlir. Baxın, bunlardır kontinental. Bunlar isə dənizdən gələndir. Bunlar isə Atlantik okeanı üzərindən azor maksimumun təsiri ilə formalaşan bu hava kütlələri Avropa üzərindən keçir, Azərbaycana daxil olur. Bu da temperaturu salır, yağıntının miqdarı və bulutluq artmış olur. Ondan sonra gəlir tropik hava kütləsi. Tropik hava kütləsi isə bu sarı rəngdə olanlardır. Baxın, aşağıdan gəlir, cənub hissədən gəlir. Bu da baxın Ərəbistandan və Şimali Afrikadan üzərində formalaşır və ölkəmizə daxil olur. Yəni cənubdan gəlir. Ölkəmizə əsasən yayda daxil olur. Niyə? Çünki Azərbaycan dedik subtropikdə də yerləşir, həm də subtropikdə daha çox təsir edir və subtropik iqlimində keçid iqlimdir. Keçid iqlimlərin özlərinin hava kütləsi olmur. Ona görə də kənarlardan alır. Yaylarında tropikdən,
Yayda tropikdən, qışda mülayimdən alır. Ona görə də yay ayları ölkəmiz isti keçir. Səbəbi nədir? Həmin bu tropik hava kütləsinin gəlməsindən əlaqəlidir. Bunlar da gələndə havanı isti və quru eləyir və temperaturun yüksəlməsinə səbəb olur. Ondan sonra cənub siklonları, baxın, cənub siklonları Aralıq dənizinin üzərindən formalaşan hava kütləsi Aralıq dənizi Kiçik Asiyadan və İranın şimal-şərq hissələrindən, şimal-qərb hissəsindən gəlir və respublikamızda qərbdən və cənub-qərbdən daxil olur. Bu zaman temperatur aşağı düşür, buludluluq artır, yaylarında isə yağıntı düşməsinə səbəb olur. Orta Asiya, baxın, mavi rəngdə olanlar, baxın burada Mərkəzi Asiyadan gəlir və Asiya maksimumu ilə formalaşır, Xəzər dənizindən keçir. Yəni bildiyimiz kimi bura subtropikin kontinental ərazisidir. Bura subtropikin kontinentaldır. Ona görə də Xəzər dənizinin üstündən keçəndə Xəzər buranın, yəni isti ərazilərdə isti küləklər gəlir. Yəni bu ilin isti dövründə havanın temperaturunu artırır, soyuq dövründə isə aşağı salır. Yəni kontinentaldır, yayı çox isti, qışı çox soyuq olur. Ona görə də buradan keçəndə yaylarında, qış aylarında, buradan keçəndə Xəzər dənizi həmin o havanı mülayimləşdirir. Bir də var ölkəmizdə yerli hava kütlələri. Yerli hava kütlələri də Xəzər dənizi ilə respublikamızın quru ərazisi arasında təzyiq fərqlərinin formalaşmasından əmələ gəlir. İndi bu yerlər barədə də danışacağıq. Küləklər. Küləklər nədir? Külək dediyimiz kimi yüksək təzyiqdən alçaq təzyiqə doğru hava axınlarıdır. Küləklər mənşə etibarilə iki cür olur. Birinci, müxtəlif ərazidə respublikamızda daxil olan hava kütlələrinin təsirinə yaranan kütlələr. Yəni baxın, bayaq danışdığımız müxtəlif ərazilərdən gəlir. Hərəsi bir tərəfdən gəlir. Yəni müxtəlif ərazilərdən gəlir. Bir də var ki, yerli hava şəraiti ilə, yəni ölkənin öz daxilində formalaşan hava kütlələri ilə hava küləkləri əmələ gəlir. Bunlar da yerli küləklərdir. Yerli küləklərimizdən yerli küləklərimiz barədə danışaq. Yerli küləklərimiz hansılardır? Birinci Xəzridən danışaq. Xəzri. Respublikamızın ərazisi üçün sərcəv olan yerli küləklərdən biri də Xəzri küləkləridir. Xəzri şimal, baxın ölkəmizdə şimal və yaxud da şimal-şərq hissələrindən daxil olaraq gəlir. Və Xəzri küləyi qış aylarında temperatur aşağı salır, yayda isə sərinlik yaradır. Bundan başqa respublikamızın ərazisində cənubdan və cənub-şərq ərazilərindən buradan gələn küləklər var. Bunlarda da Xəzri və Gilavar küləkləridir. Gilavar, baxın, Xəzri yuxarıdan Rusiya ərazisindən gəldiyinə görə havanı nisbətən soyudur, güclü küləklər əsir, havanı soyudur, yağıntı yağdırır. Amma Gilavar isə isti hava İrandan gəlir. İrandan, yəni cənub hissədən gəlir. Cənub hissədən gəldiklərinə görə aşağıdan. Bunlar havanı qızdırır, isti küləklərdir və qışda isə mülayimləşdirir. Yayda çox qızdırır, qışda isə soyuğu nisbətən mülayimləşdirir. Xəzər və Gilavar küləkləri Bakı və Sumqayıtda olan çirkli havanın təmizlənməsində çox böyük mühüm rol oynayır. Yəni bildiyimiz kimi zavodların, fabriklərin, yəni avtomobillərin çox olduğu yerlərdə tüstülər də çox olur. Ona görə də bu ərazilərdə belə, yəni həmin küləklər havanı təmizləyir. Sonra gecə və gündüz brizlər var. Ağyer və Qarayer, əsasən Ağyer və Qarayer Küraraz ovalığında olur. Dağ-dərə küləkləri var. İlin soyuq dövrlərində dağlıq ərazidə föhün küləkləri, isti və quru küləkləri var. Həmçində Abşeron, Qobustan və Gəncə Qazaxdan müşahidə olunan ərazilərdə belə güclü küləklər olduğuna görə burada külək elektrik stansiyalarda, yəni KES-lər, külək elektrik stansiyalarında qurulur. İsti ərazilər olanda günəş elektrik stansiyaları, küləkli ərazilərdə isə bunlar da haradır? Qobustan, Abşeron və Gəncə Qazaq ərazilərində külək elektrik stansiyaları fəaliyyət göstərir. İndi yağıntılara baxaq. Respublikamızın ərazisində yağıntılar qeyri-bərabər paylanır. Ən çox yağıntı Talaş dağlarının ətəklərində, baxın Talaş dağlarının ətəklərində bu hissədə müşahidə olunur. Talaş dağlarının ətəklərində. Yəni burada il ərzində 1600 mm yağıntı düşür. 1957-ci ildə Lənkəran rayonunun Kəgiran kəndində 2767 mm yağıntı düşüb. Bu ən çox düşən yağıntının miqdarıdır. Respublikamızda ən çox yağıntı
bu vaxt düşmüş olur. Böyük Qafqazın cənub yamaclarında, xüsusilə də Qanağayır çay vadisində, ikinci baxın burada Qanağayır çayı. Bu hissələrdə də yağıntının miqdarı çoxdur. Baxın, rəngin nə qədər tündürsə, o qədər yağıntının miqdarı çoxdur. Sonra Talış dağlarının ətəklərindən sonra ikinci dediyi rütubətli ərazidir. Burada 9600 mm qədər yağıntı düşməsi müşahidə olunur. Ən az yağıntı isə Abşeron rayonudur. Baxın, burada Ələt və Buta məntəqələri var, əraziləri. Burada da yağıntının miqdarı 150-200 mm qədər yağıntı düşə bilir. İkinci ən az yağıntı isə Naxçıvanın Arazboyu hissələrində. Baxın, rəng açıldıqca yağıntının miqdarı da o qədər azalmış olur. Bunun da səbəbi buradan İran yaylasından isti və quru küləklər gəlir. Tropik havalar maneəsiz şəkildə Respublikamıza daxil olanda havaların belə kəskinləşməsi, yəni istilənməsi müşahidə olunur. Respublikamızda illik yağıntıların miqdarı 400 mm-dən az düşən ərazilər yarım səhra. Baxın, 400-dən az yarım səhra. Yarım səhra. Sonra 400-dən 600 mm dağ çölləri. Dağ çölləri 600 1400 isə zəngin meşələr müşahidə olunur. Yağıntılar da çoxdursa, orada da zəngin meşələr müşahidə olunur. Lənkəranda orta yağıntıların çox hissəsi ilin soyuq dövrlərinə düşür. İndi o barədə danışacağıq. Niyə? Əsasən oktyabr-mart aylarında Böyük və Kiçik Qafqaz dağlarında yağıntının çox hissəsi yazın axırı payızın əvvəllərində düşür. Digər ərazilərimizdə isə yaz payız aylarında bu barədə daha geniş danışacağıq. Respublikamızın ərazisində mümkün buxarlanmanın da miqdarı müxtəlifdir. Mümkün buxarlanma Gəncə Qazax düzündədir. Kür-Araz, Abşeronda mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti çoxdur. 1000-1200 mm-dir. Amma buxarlanmanın özü azdır. Çünki niyə? Yağıntı yoxdur və yəni buxarlanacaq su da yoxdur ona görə. Həmçinin də burada Talış dağlarının ətəklərində müşahidə edilir. Burada da 1400 mm-ə qədər gəlib çatır buxarlanma qabiliyyəti. Düzənliklərdən yüksəyə doğru qalxdıqca mümkün buxarlanmanın kəmiyyəti azalır. Yəni buxarlanma qabiliyyəti azalır. Niyə? Çünki bulutluluq əmələ gəlir və buxarlanma qabiliyyəti azalır. Yağıntılar yağır. Rütubət burada çox olur. Mümkün buxarlanma az olur. Əsasən də harda? Alçaq və orta dağlıq hissələrdə rütubətlənmə əmsalı vahiddən böyük olur. Niyə? Dediyimiz kimi alçaq və orta dağlıq hissələrdə yağıntının miqdarı getdikcə artır. Yağıntı miqdarı artanda günəşin qarşısı kəsilir. Ona görə də burada yəni mümkün buxarlanma az olur. Amma quraq ərazilərdə isə əsasən də Kür-Arazdır. Kür-Araz ovalığında, Arazboyu düzənliklərdə, burada Qobustan Abşeron hissələrdə, burada isə yəni rütubətlənmə əmsalı vahiddən kiçikdir. Ona görə də bu ərazilərdə süni suvarmadan istifadə olunur. Bu da belə. İndi iqlim tipləri. Respublikamızın iqlim tipləri var. 9 dənə iqlim tipi var. Bunlar hansılardır? İndi bu barədə bir danışaq. Deməli, baxın, bu birinci. Qışı əvvəlcə deməli, baxın, bölünür deməli hansılara. Birinci, yay isti və quraq keçən. Birinci, baxın, yarım səhra quru çöl. Baxın, bu ikisi yarım səhra quru çöl. Bu belə. Yarım səhra quru çöl. 3 dənə mülayimdir. 3'ü soyuq. Bir dənə də dağ tondradır. İndi bunları bir baxaq. Birinci dedik ki, yarım səhra quru çöl. Bu iqlim ölkəmizin əsasən 50%-ni təşkil edir. Yəni demək olar ki, yarısıdır. Bu iqlim tipi də özü iki iqlim tipə bölünür. Qışı mülayim keçən yarım səhra və quru çöl, qışı soyuq keçən yarım səhra və quru çöl. İndi birinciyə baxaq. Birinci daha çoxluq təşkil edir. Qışı mülayim keçən yarım səhra və qışı mülayim, yayı isti və quraq keçən yarım səhra və quru çöl iqlimi. Əsasən baxın, Kür-Araz ovalığı, Kür-Araz, Samur, Dəvəçi, Abşeron, Qobustan, Acınohur, Ceyrançöl ərazilərindədir. Bunlar digər ərazisi quru subtropik iqlimdə deyirik buna.
İkinci ise qışı soyuq, yayı isti və quraq keçən yarım səhra quruçur. Bu da Naxçıvanın, baxın bu ikisidir. Bir buradadır, Naxçıvanın Araz boyu düzənlikləridir. Bir də Talaş dağlarının baxın burada. Müşahidə olunur. İkinci iqlim tipimiz isə qışı quraq keçən mülayim isti. Üçüncü növ, 3 növləri. İndi bizə dəqiqəm. Qışı quraq keçən mülayim isti iqlim. Bura Böyük Qafqazın cənub-şərqi. Baxın 3 nömrə. Böyük Qafqazın cənub-şərq yamacı. Yəni bura haradır? Qanıqəyər çayı. Qanıqəyər çayı. Böyük Qafqazın cənub-şərqi. Ha bu yox. Baxın cənub-şərqi bura. Cənub-şərqi baxın burada 3 var. Odur. Sonra Küraraz Qanıqəyər çayı. Kiçik Qafqazın dağətəyi ərazilər. Baxın bu hissələr. Kiçik Qafqazın dağətəyi hissələr. Bunlar da nədir? Və Acınahorun, yəni desək şimal hissəsi düşür də bura. Acınahorun şimal hissəsi Qanıqəyər çayı üstünə. Oradır. Ondan sonra gəlir yayı quraq keçən mülayim isti iqlim. Yay. Baxın qışı quraq keçən mülayim isti nədir? Qışda quraq olur, amma yayda yağıntının miqdarı artır. Bu harda oldu? Böyük Qafqazın cənub-şərqi Qanıqəyər çayı və Kiçik Qafqazın dağətəyi ərazilərində. Dağətəyi ərazilərində. Yay quraq keçən mülayim isti isə yay quraq keçir, qışı yağıntılı yağır. Onlar da 4 nömrə. Deməli bura Lənkəran ovalığı, Böyük və Kiçik Qafqazın cənub-şərqi. Baxın, bir bura, bir də bura. Böyük və Kiçik Qafqazın cənub-şərqidə yayı qıraq keçən mülayim isti iqlim sərcəvidir. Yağıntıları bərabər paylananlar isə, yağıntıları bərabər paylanan iqlim tipi isə burada deməli baxın 5 nömrə. Bu yəni Talaş dağlarıdır. Böyük Qafqazın cənub, Böyük Qafqazın cənub və həmçində burada şimal-şərqi hissələr üçün xarakterlikdir. Bu iqlim tipi də ikinci adı rütubətli subtropik iqlim deyirik. Qışı quraq keçən soyuq iqlim. Baxın, qışı quraq keçən soyuq iqlim. Böyük Qafqazın şimal-şərq yamacı. Baxın burada qışı quraq keçən soyuq iqlim. Baxın, Böyük Qafqazın şimal-şərqi. Kiçik Qafqaz dağları. Orta və qismən də yüksək zirvələri. Həmçinin dedik ki, yan sistemlə aid olmuş olur. Yayı quraq keçən soyuq iqlim, yenə qışı quraqdırsa yayda yağıntılıdır, yayı quraqdırsa qışda yağıntılı olur. Yayı quraq keçən soyuq iqlim isə baxın bu hissədə. Həmçində burada da Naxçıvanda müşahidə olunur. Yayı quraq keçən soyuq iqlim Naxçıvanın yüksək dağlıq hissələrində. Baxın burada. Yayı quraq keçən soyuq iqlim bura olmuş olur altında. Sonra bütün fəsillərdə bol yağıntılı yağan iqlim tipi, bütün fəsillərdə mülayim. Bu haradır? Bu da ancaq Böyük Qafqazın cənub yamacı hissələrində, Böyük Qafqazın cənub yamacında. Soyuq iqlim, baxın o da 8 nömrəli. Baxın Böyük Qafqazın cənub yamaclarında müşahidə olunur, ancaq oradadır. Bütün fəsillərdə. Və dağ tundra iqlimi də baxın burada 9 nömrə. Burada Kiçik Qafqaz, bir də yəni Böyük və Kiçik Qafqaz, həm də Zəngəzur dağlarının yüksək zirvələrində müşahidə olunur. Deməli baxın düşən testlərdə görsəz, Naxçıvan ərazisində mülayim sözü gördünüz, çıxırsınız. Naxçıvanda mülayim yoxdur. Sonra bərabər rütubətliləri gördünüz, nə yağıntıları bərabər keçən mülayim iqlimdə, nə də bütün fəsillərdə bol yağıntılı olan soyuq iqlimdə Kiçik Qafqazın adı çəkilmədi. Yəni bunlarda Kiçik Qafqaz yoxdur. Hamısı Böyük Qafqazda var. Bərabər yağıntılar Böyük Qafqazdadır. Həmçində Talaş dağlarında az var. Deməli necə oldu? Talaş dağlarında mülayim olmur, bərabər yağıntılı Kiçik Qafqazda olmur. Bu da belə. İndi isə sonra Azərbaycan Respublikası aqroiqlim ehtiyatlarına zəngindir. Aqroiqlim ehtiyatları nədir? Yəni əgər il ərzində illik temperatur 10 dərəcədən yuxarı olursa, illik yəni orta temperaturda, orta sutkalıq temperatur ondan
gün ərzində. Orta sutkalıq temperaturu 10-dan çox olarsa, biz buna baxın, əgər temperatur çoxluq təşkil edirsə, ondan çoxdursa, illik temperaturu, orta illik temperaturu ondan çoxdursa, bu zaman olur aqroiqlim ehtiyatları. Amma əgər orta sutkalıqdan çox olarsa, ondan çox olarsa, hə, belə. Ondan çox olarsa, buna da effektiv temperatur deyilir. Azərbaycanda ən çox effektiv temperatur Naxçıvanın Arazboyu hissələrində, həmçində Kürarazda, yəni il ərzində sutkalıq temperaturu ondan çox olması müşahidə olunur. Yəni effektiv temperatur burada daha çoxluq təşkil etmiş olur. Dərsimiz bura qədər. Zəhmət olmasa kanalımıza abunə olun, like atın və şərh yazmağı unutmayın. Hələlik sağ olun.